sən niyə yazmırsan? Ayha, ayha. Qələmin pis yazır. Yaz, yaz. Al bununla yaz, özünkünü mənə ver. Yaza bilmirəm, gözümə gün düşür. Gel yerimizi değişək. Dikiş də. Dayan. Dayan. Necə olub ki, mən buna əvvəlcədən fikir verməmişəm? Axı, Mətanət mənə bunu çoxdan demişdi. Mətanət! Bəli. Yaxın gəl. Nə buyursunuz, həkim baba? Bu saat hamısını bilərsən mənim ağıllı qızım. Niye gülürsün he? Kim baba? Gördün mü kızım? Tamam erdi. Siz buna ne kattınız Hekim baba? Sen dediğin Məhlulu. Dayanın bu saat. Budur, bura gel. Tök görün. Benim düzelttiğim Məhlul, Hekim baba. Bəli, mənim ağıllı qızım, bəli. Gedin. Ancaq bu Məhlulun necə hazırlandığını heç kəs bilməməlidir. Baş üstə. Hekim baba sizi susuz koymaz. Kim var evde? Dost için dost var, düşman için düşman. Usta baba. Kamran baba. Necəsən kızım? Nece olacak? Usta kimi iyi, Kamran kimi ağıllı. Buyurun. Mətanət gülüdür. Bunu Mətanət əkib becərir. Adını isə mən qoymuşam. Bunda elə bir ətir var ki, yüreğe aslan gücü verir. Gül, güle layıktır kızım. Buyurun. Mesanet bacım, bu diye bak. İşte sen bilmezsen. Ay sıra. Yaşasın.
Sağ ol kızım. Simnarxan suyumuzu kesib. Kəndlər susuzluqdan yanır. Bozqayanın arxasıyla axıb gələn suyu görmüsən Musta? Bəli, görmüşəm. Bax, həmin qayanı yarıb suyu kəndlərə çəkmək lazımdır. Sən nə deyirsən, həkim? Həmin bozqaya ki var, əjdahadır. Özü də elə qəzəblidir ki, suyuna toxunanı bir qırpımda daşa döndərir. Əjdaha nədir canım? Nə əjdaha? Simnarxanla Göygöl Kösən bunu qəsdən uydurublar ki, kəndlər suya yaxın gəlməsinlər. Onlar Bozqayanın əjdahaya oxşamasından məharətlə istifadə edirlər. Yaxşısı budur deyin görüm, Simnarxanla Göygöl Kösənin bu hiləsinin qabağına kim çıxa bilər? Bu qollar, bir də bu külünk. Mən sənin gücünə inanıram usta. Ancaq sən təksən. Sən mənim şagirdim Elşən yaddan çıxarırsan, onda Fərhad gücü var. Onun külüngünə nə bu boz qaya, nə əjdaha, nə də Simnarxan dayana bilər. Sən bir onun ustalığına bax. Gör necə də gözəl nəqşlər salıb. Bu da özüdür. Mən əvvəldən bilirdim ki, Elşən gözəl bir usta olacaq. Yadındadır Musta, o balaca bir uşaqdır. O vaxt onu sən şagirdliyə götürdün. Mətanəti də mən. Al doldur qızım. Əgər Elşən Bozqayanı yara bilsə, mən mətanət gülünü onun bağında öz əllərimlə keçiyəm. Həkim baba dedi ki, əgər sən o Bozqayanı yara bilsən, mən də Çiçəkli dağdakı ağ daşları əridib o suya qataram. Onda kəndlərin torpağını qızıla çevirərim. buyurun həkim baba. Sağ ol qızım. Mən o daşları çox yaxşı tanıyıram. Çiçəkli dağdakı bütün güllər, çiçəklər o daşlardan şirə çəkir. Bəs sən onları necə ərdə biləcəksən? Mətanətlə mən çoxdandır ki, o daşları əritmək üçün bir yol axtarırdıq. İndi tapmışıq. Demək, sən Elşənlə birlikdə Bozqayanı yarıb, kəndlərə su verəcəksən. Sən də mətanətlə bir yerdə ağ daşları əridib, torpağa qüvvət verəcəksən. Gedək Kamran, mən bu saat bütün kəndləri ayağa qaldıracağam. Mətanət, bunu yerinə qoy. Tez qayıt, sən də bunlarla gel. O dərmanı ələ keçirmək lazımdır ki, olsa. Xuda hafiz. Hafiz. Mən gələnə qədər siz bir yerə getməyəcəksiniz ki, həkim baba. Yox, getsəm, yazıb yenə də qutuya qoyaram.